Sabahın xeyir qadın, nədir? Pul yazıraq qadın, alın. Sabahın xeyir. Sabahın xeyir. Boşa düşmədim, bu nə soyuq salamlaşma? Esyan şəkli sənin cibində nə gəzir? Ah, Esyan. Eşeşlə, Esyan adına bankdan pul götürürəm də sənət düzəltdirəm, atmaq atma. Kalpasından gətirib bir qismət yiyim. Nədən üzüldü? Yaşayışdır, yaşayışdır. Bir dənə Kamrancaz toyunu görsəydim. Nə olub, ağrıyırsan? Yox, ağrımıram. Deyirəm Kamranın toyunu görsəydik 3000 pul yığılardı, yəni borcu bağlayardım dana. Çay ver, çay. Yumurtam nə oldu mənim? Pişik, çay, yumurta bir-bir də. Alo. Hə Çingiz. Çingiz qadan qalın başqa vaxt zəngilə əlim zanitdi. Heç üstünə sağlıq dostum ölübdü, onun tabutunu daşıyıram, qadan qalın, birazdan zəng eləyərsən, yaslayın. Ölənlərin ədəmdir. Ələn bir gün gələn bir gün gedir bana. Şeylə mi yaptın, ol. Gezdir be. 5 mat borcumuza diriyib. Yədib oğlum, yədib. Sabah xeyir qızım. Sabah xeyir. Sabahınız xeyir. Ne demişim? Ağlarım seni. Tak. Böyle. Bu da böyle. Ha, bir dakika. Sağ ol. Nə qarsan, qabacana? Səhər-səhər Vəfiyə romantik hisslər yaşatmaq istəyirəm, ona zaft qaparım. Yanışam mutfağına oyan. Çay ver da. Anan yine atak öldürürdü. Çağıma versin. Gizlen, gizlen. Ay Vefa! Hadi kömele! Ne oluyor? Vefa! Ha, Vefa değil. Ne oluyor? Hem ne diyor ha? Vefa deyil, mən niyə yuxuda durquzursan? Romantika vaxtıdır, imkan ver yataqda. Düzdür. Sağdırq vaxtıdır, imkan ver. Kolum niye köğer be? O iştirənləndir, sən televizora baxanda Vefa nəsə dedi, eşitmədim. Ya bu Çingiz de bezdir be. 5 manat ver, 25 dəfə zəng gelirim. Alo. Çingiz, kardeşimsən, ağzım zanitdi, birazdan zəng elə. Yox, dostum yoxdur, rəhmət edirəm. Onun yasındayım, ağı deyirəm, ağzım zanitdi. Ölənlərinin yasında ağı deyim, kardeşim. Oldu qadın qızım, oldu. Məni başqa yaxır, oldu. Səni alıb apardılar, səni məndən qapardılar. Bezdirib, çıxımına getdi. Tali. Hadi. Ay Vefa deyib ki, bir düzəməlli iş tapmasan, səni öldürəcəm. Qadasına, sən yaxşısan, bir şey fikirləsən, bu qazetdən də bir şey çıxır. Nə öldürəcəyim məni, mən onu bilirəm. Nədir yaxşıdan ha, dedi öldürmə daha, Allah evini tiksin. Yadında deyil, 2 səfər dedi, dağ basacağım, sən kürəyim. Bax. Bir şey fikirləşmək lazım, Tali. Sabah xeyir. İsmail, Hadi. bu ne pamadadır üstünde? Bu ne pamadadır üstünde İsmail? Bir dakika. Sen beyakları kelle vuranda o sen pamadan da ben. Yaxşı. Ay bu.
Niyə əlavə iş tapmırsan özünə? Acım. Niyə əlavə iş tapmırsan özünə? Mən- İsmət, neylə dolanıcı? Bir taliyə bax da, ibrət götür də, gözünə işıq ver, gözünə işıq ver. Bir dam altında yaşırsan, qismət biraz bicdiyin olsun. Dünya gör-götür dünyasıdır, qismət. Taliyə bax, qazetdən əlavə 100 dənə yerdə işləyir. Çörək pişirir, piraşki xəmiri yoğurur, özü pişirir. Zəkər qaraldır, bıçaq itliyir. Sən nə deyirsən ki? Belə çıxmasın, mən tərcəmama sənətimdir, sapojnik. Sən nə deyirsən? Qaf petrası. Problem deyil, tək iş qafı petrası olsun. Çörək var. Qardaşı qulluğundan. Söz deyirəm. De. Ömrüm baxı mən neyim? Ben neyle məşğul olum? Nətər eləyim? Necə nətər eləyim? Görmüsən, talib qapı petləsi düzəldir, sən də get dönər sat. Onu da mən sənə deməliyəm, ay qismət. Talih, Hadi. evə gələndə ət alarsan. Yaxşı. Elə həmişə yaxşı deyirsən, amma heç almırsan. Hə, onda almaram. Almırsan, heç olmasa yalandan yaxşı de. Yaxşı. Hadi. Səndən bir iş görmək istəyirəm, bizə dəqiqə dayan. Talih, gör necə fikirləşmişəm. Deməli, bir dənə yer götürürük. Burada 3-ün 6-ya bir dənə otaq düzəldirəm. Burada gündüzlər mən dönər satıram, axşamlar da sən maşınını salırsan, qaraj kimi. Ağıllı fikirdir. Burada 3-ün 6-ya yer tikənə kimi, qardaş, bunun böyründən bir dənə 3-ün 6-ya yer tikirik. Aha. Sən bu birincidə gün ortalar dönər satırsan, mən axşam maşınımı saxlayıram. Bu təzə tikdiyimiz yerdə mən 24 saat dönər satırım. Nətər fikirdir? Elədirsə, onda bir dənə də mən burada belə tikirəm. Orada şarmı eləyirəm 24 saat, 24 saat. Necədir? Elədir, qaqaş. Mən də dönərdə satıram, pul gəlir, sonra burada qaraj qalır. Qarajın üstündən bir dənə 2 otaqlı ev tikirəm, köçürəm, ailəmi köçürdürəm təzə evə. Nətərdir? Elədir. Hə. Elədirsə, onda səndə qırağa düşür, onda düz tən ortadan. Mən də ailəm böyük ailədir. Bunu bir dənə 4 otaqlı ev mən qaldırıram 2 dənə. Söktardı. Şah, Allah xeyir versin, bazana. işimiz xeyirli olsun. Taxıl qazanır. Ne sizə? Nə işlə məşğulsunuz? Navastroyka tikirik. Sən hələ qəzetlə məşğulsan, Teymur. Navastroka tikirsiniz? Deyirəm axı, talihliyə maşınının şüşələrini plyonkalayıb. Artırmısan, pul tapmışsan. Heç, nə plyonka. Burası məhəllə uşaqları axşam içində tonqal qalıblar, onun tüstüsü qaraldı. Əyaş, otur yerində, yığışdır onları. İclasımıza başlayırıq. Tak. Hamınıza yaxşı məlumdur ki, qəzetimizin indiki vəziyyətinə pis demək olmaz. Zibildir, zibil! Ona görə də istəyirəm qəzetin devizini dəyişəm. Sən balanın canı al əvəzinə, görüb almayan köpək olur yazdırmışam. Bax, xətərdir, bax. Görüb, mən gördüm. Onu gördüm, mən alıram, bu sözü özümü götürəmərəm. Buyur, mən bu qəzeti aldım. Sağ ol. Bazar. Buna deyərəm işləmək. Bu kondisionerlər də qəzet satışının lap belindirdi. Necə? Yenə qabaqlar cəmaat qəzetimizi alıb özlərin yelpəhliyirdi. Bu bir yana, hələ məcburam ki, düz ofisin qabağında da bir tualet getirəm. Niyə? Qarşı tərəfdəki parkdakı bütün ağaçları qırıb bina tikirəm, təmir edeyim. Müjeri Teymur, mən bir dənə ağac saxlamayacaqlar orada ki... Çingizdir. Bir ses verin, mahalleden sapacağım. Alo. Çingiz qadan qalıb, kimsəz uşaqlar evində konsert verirəm. Oldu qadan qalıb. Yox, ayıb olar.
İsmət, sən bilərsən, evdə it saxlamaq olar. Teymur müəllim, mən biləni evdə pişik saxlamaq olar, quş saxlamaq olar. Amma deyirlər, it olan evə mələklər gəlmir. Hə, yaxşı. Həsrət, deməli sən bizdə qala bilməyəcəksən. Mən cebiyəm də it damında qalacaq Teymur müəllim. Elə bilirsiniz ki, mən üçün asandı gedim oralardan da selişim qalmaz. Ya siz dinləmə. Neyse, yadındadır keçən həftə mən sənə məqala verdim. Yalandan güya dənizdə 2 nəfər batıb. Aha. Onların meyidi həqiqi tapılır. Necə yəni? Bilmirəm, mən özüm də şokdayım. Batıblar, sonra da tapılıblar. Neyse, yaz. Sensasiya. Azərbaycan futbolçuları dünya çempionatında final oynadı. Teymur müəllim, axı bütün cəmaat futbola baxır. Heç kəs inanmayacaq axı. Şu nepravильно. Onda bu materialı yaz lətifələr bölməsinə. Heç olmasa qoy cəmaat oxuyub biraz görsün. Tuttu bura söhbət. Fikir etsən, sən fikir etsən. Həsrət, o nədir? Qəzetə müsahibə vermişsən ki, bizim baş redaktor bizə söyür, bizi döyür, hüquqlarımızı tapdalayır. Ay yaramaz, vicdansız, ay əsla. Mən sizə nə vaxt söydüm, mən sizi nə vaxt döydüm? Gəl, tam dedim, ölüm ya. Kızlar, yemeğe bir şey yoktu. Yüreğim sivrildi ağzından. Səhər yemeğin üstündeyim. Nabil dayı, səhərə hələ indi açıldı. Yo, ben dünənki səhər yemeğin üstündeyim. Hə, can, gəl. Nabil əmi, Bəli. bax bir adam kiminsə cibinə girib pul oğurlasa, sonra peşman olsa, gətirib həmin pulu qaytarsa, həmin adamı bağışlamaq olar. Gözəl. Eğer qaytarıbsam, təbii bağışlamaq olar. Hə, onda bax, Talih sizin cibinizdən axşam 150 manat götürüb. Səhər mənə dedi ki, peşman olmuşam, Nabil əmin pulunu qaytararsan, bu da sizin 50 manatınız. Çox sağ olun. Deyən görüm. Resmini 100 alın. Dedi ki, 100 manat da mən ona borcdur. Bir ara 100 manat uğurlayıb da. Demişim, şalvarla da yatıram oğul. Ceylan xanım. Oy, Nabil mənim çox sağ olun, pulum var, istəmirəm. Yo, o demək istəmirəm. Deyirəm ki, siz talihin oğurluq elədiyini görübsünüz. Yox. Nə tər oğurluyursa, heç kim görmür. Həyatımda birinci bir şalvardan yatmışdım. Gəlib cümdən pul oğurluyub. Heç kim də görmür. Dünyanın qəribə işləri vardı. Vaxt vardı, tarih gülmənə yalvarırdı, yaxarırdı. İndi mən onlara yalvarıram. Niyə? Mənə yalvarırdı ki, gərək bu evdə kirayə şınqala. Yalvardılar, yaxardılar. İndi mən yalvarıram ki, qurban olum sizə. Çıxın gelin, qoyun rahat yaşayaq da. Hə. Ay qızım, oradan bir stəkan çay ver, ürəyim yanır. Bağçaya buraxmağa qorxurlar. Hətta bəzi vətəndaşlar Bakıda yaşamamaq üçün rayonlara üst tuturlar və ərzaq məhsulları ehtiyatı toplayıb evlərdə oturmalı. Nümayişin sponsoru Min Bərəkət Halal. Bu qədər mütəhlükəlidir və bu qədər mühafizdir. Qoymarsan da gül kimi yuxu görürdüm. Niyə oyadırsan məni yuxuda? Nə tez yuxu gördün, nə görürdün? Gördüm ki, bax belə, ağ buludların içərisindən atan 7 yarım başı mənə baxır, bax belə. Dedi ki, ay Ceylan, nə var, nə yox, nə yaman qəşəkləşmişsən, mənə dedi. Dedim ki, sən ölümüsən, mən də ağ günə çıxmışam.
Gördüm ki sezonun yaman xətrini ağ bulutlar belə getdi. Yerinə qara bulutlar gəldi. Yediyarın başı elə gedirdi ki dedim Yediyar getmə. Düş, gəl aşağı çoxdan səni görmürəm. Gəl bir oturaq söhbət eləyək. Tarampıltı ilə Yediyar düşdü ayaqlarımın altına. Belə ürəyim ağrıdı. Qollarından bilə qaldırırdım. Buradan da musiqi gəlir. Könlüm qəmin eylər, gülüm nəğmələr seylər. Təki mənə biricə gəlmə, sevirəmdi. Az qalmışdı, ya tutdum qolundan qaldırdım Yediyarı. Böyle baxdım üzünə, dedim Yediyar, gəl bir qrup rəqs eləyək. Elə təzə rəqsə başlamışdıq ki, ciyəriniz parçalanmasın. Gördüm qoşa, gəlirsiniz. Həsrət, Bəli. tez bu materialları çatdır nəşriyyata. Nəşriyyata? Hə. Temin müəllim, elə Talih gedəndə yol üstü oradan gelir, maşınla da kakra. Nə Talih? Talih kimdir? Talih ağam nitidir. Mən ona sənət tapşıram, iş tapşıram. Şəxsiyyətsiz maşın yıkımlıdır. Görmürəm mən Talih. Lazım olsa ona deyərdim. Nə talih salırsan? Niyə mənim dilinə tuşla salırsan ha bunu? Mənim adımı niyə tek tapır? Bilmirsən ağızdan var adı. Mən bir dəfə adım, sən yedik eski qeys. Şişmən sənin adını çəkildim. Git bu demədi Talih. Şişmən bu demədi. Yox, saçdaşı, xahiş edirəm. Buna bax, müəllim, mənim üstümü Yaxşı, yaxşı. Saçdaşı. Тимур Мэлим, можно от вас позвонить к подруге? Sən Temin mənim rus dilində bilmir, Azərbaycan dilində. Niyə bilmirəm hə? Qanmaz özünsən. Olar qızım. Gedib. Dur get. Alo, bəli, kim lazımdır? Talih müəllim buradadır. Nə deyim? Bir dəqiqə indi mən qoşuram sizi. Qoş ha bala. Alo, bəli, eşdirəm Talih müəllim. Yox, o mənim katibəm idi. Bir, Şıdırğı qəzeti yoxdur. Bax onun ofisində, köyün ofisində. İndi bu Şıdırğı MTK'dır. Proyektiv xat. Gəlin bura, burada biz oturan söhbət eləyəm, mənim kabinetində dəxli yoxdur. Buradasınız. İndi bu dəqiqə mən uşaqlardan yollayıram, sizi qarşılayırlar. Oldu müəllim, oldu. Dur, ne gəl, çıx qapdan adam gəl, onlar qarşılayır. Bir dənə dönər mən götürürüm. Demir müəllim, bu ofisi kiraya götürmək istəyirəm. 20 manata bir günlük adamam. Problem yoxdur ki. Ay sor, yox. Ağrımazsan sen burada otursan. Geçim oraya. Keç buraya, keç buraya. Avans da abi. Avans olsun. Keç olur. Tez. Yavaş. Özünüzü yere verip bizden. Aha. Yani iş prensipimiz aydında esiyor. Dur sen kaç birden çay hazır. Tez ulan ne oluyor? Yani bu binanın tikintisinde hususi laqeyd yanaşmak olmaz. Yani her bir cəhətdən yani bak nəticə tutarmaq lazımdır ki, cəmaət öz şəxsiyyətində rahat yaşasın. Keçin buradan əyləşin. Sağ olun. Salam aleyküm. Buyurun. Mən bina ilə əlaqədar gəlmişəm. Allah yaxşı, mən bu binanın MTK şirkətinin rəhbəri Talih müəllim. Bu mənim köməkçim, şərikim, binanın arkitekturu Qismət müəllim. Bu gördüyünüz bax o binadır. Bu da üstdən görmüşdür, biraz əyri, böyükdə baxanda əyri düşür, yəni o şeydir. Bu Həsrət müəllim binamızın prorabı və buxaltırı. Yəni təmiz adam olduğu üçün pulu buna etibar eləyirik. Bəx, çöldəki xanım mənim şəxsi katibəmdir, həm də sürücümdür. Qəşəng maşın sürməyə var. Bu da dünya MTK şirkətləri arasında bir yenilik eləmişik. Bu inqilabdır, bu bir üsyandır, qarşısını almaq mümkün deyil. Bu ilk dəfə olaraq bizdə qalistikli fəhlədir. Bozar mən. Yəni vururuq ki, işə ciddi yanaşsınlar, sevgilə yanaşsınlar, laqeyd yanaşmasınlar. Laqeyd yanaşan ne edirik? İşindən cərməllər. 20 manat bu xaltıra ver. Cərmələdim mən səni, cərmələdim, 20 manat ver.
Baş üstə, Talib. Başın var olsun. Gelin altımızdır. Her zaman işimize ciddi yanaşmanın ve binamızın şartları Həsrət şeyde bizim bütçede ne kadar pul var? 20 manat. Onu ver ya işte. Ver yani. Son dönelim. Buyurun. Siz Sizin mənzillərlə şərtləriniz necədir? mənzillərdə şərtlər. Ümumi şərtləriniz. Ümumi şərtlər düzdür. Görürsünüz, danışıqdakı seks var, mən də başa düşmürəm. Şərtlərimiz də var bizim. Bəli, şərtlərimiz belədir. Biz dünyada ilk dəfə olaraq dünyada ilk dəfə olaraq 200 illik kreditlə evləri veririk. Yəni 25 manat ilkin ödəniş verirsiniz. Ay ayda, hər ayda 18 manat verirsiniz. 200 ilə qutarsınız, gedib yaşayırsınız rahat. Özünə bizdən ki, uzun qocal vaxtı yaşayır. Yəni sloqanımız da belədir. Sən öl, nəslin ödəsin. Yəni 200 ilə görə ömür vəfa eləyər, yaşayarsan, özün ödəyir, özün qalarsan, olmaz da sən ölərsən, nəslin zibilə düşər, sənin pulunu ödəyər. Yəni belə qısada desək, tikmədim ki, izim qala, tikdim ki, borcum qala. Yəni asanlaşdırılmış bir sistematik yolla gedirik. Burada memnun öyle. Çık. Sağ olun. Xeyirli olsun, mübarək. Şirin. Qardaş, binanız neçə mərtəbəlidir? Sağ neçənci mərtəbədən lazımdır? Yox, qardaş, yəni maraqlıdır da, binanız neçə mərtəbəlidir? Sağ konkret neçənci mərtəbədən lazımdır? Uzadırsan, az sərpədi şey. Yəni 45. 45? Hə. 45 yalancı olaram, açıq deyim. Amma 47-ci mərtəbədən bir dənə 2 otaqlı ev var, sənin əyninə də. Yaxşı, elə bu mənim ürəyimcə oldu. Elə deyirəm, al bu 25 manatı da, qismət müəllim. Mən oradan 2 otaqlı bir ev. Bir dəqiqədən, ayıb olar, bir dəqiqədən. Sənin mənim yanımda pul uzatmağını, pul verməyin adı yoxdur, xahiş edirəm. Bir dəqiqə, xahiş edirəm. Dur, belə, ala. Sən yerinə pul mən verirəm. Qardaşı bir dənə otaqlı ev yesin. Hə, yaxşı. 47'den oldu da. Ben pulu götürürüm, buxaltıra verəcəm, məsrət verəcəm sənə. 47 oldu da. 47 mərtəbədən. 2 otaqlı. 2 otaqlı. Otaq. Proyektdə bu üstdən görünüş, Ha, bu da. bu böyürdən görünüş, altdan görünüşü də çəkilişlər gedir hal-hazırda. Yerin altından gedir. Mənə bir şey maraqlıdır. Bu ev 2 otaqlıdırsa, bunun 2 balkon olmalıdır da. Bəs bu bir balkon var mı bunun? Bu, bizdə bir balkonludur da, yəni şey eləmək. Onda istəyirəm, pulu qaytarın, mənə 2 balkonu lazımdır. Yox, hep bir şey qaytarın, qardaş, bir balkona görə pulumu qaytaracaq, qismət ala. Qardaşı bir dənə balkona artır. Sən belə xırdatçılığa getsən, sən yaşamayacaq o evdə. Özə sənin mənzilin elə bir yerdədir ki, 3-cü balkonda artırmaq olar. O necə olur? O, bax, belə bir dəqiqə ver. Bax, altdan durbayla qaldırırsan, 2 dənə durba. 1 lang. Bu 2. Qaldırdın, buradan da bir dənə balkona artırdın. İş. Bir də kafelər, restoranlar. Bu durbaları da üzüm tənəylə, sarmaşıqla, təsərrüfat işlərlə məşğul olsun. 47-ci mərtəbədə təsərrüfat işləri. Dolan da, qardaş, aləm dolandır da. Yəni, bizim qonşuda durbanı 2-ci mərtəbə qaldır. Qaldır da 47-də. Sən kimdə əlin ayağını saxlayan? Müəssirlik, epidemik stansiya cəhətdən də nöqtədir. Bir də Talih müəllim bayaq qeyd elədi, əlavələr var. Bizim binanın çox gözəl bir xüsusiyyəti var. Lifti pastayanlıdır. 24 saat. Bir də hamam tualet option. Option? Yəni necə? Yəni... Bir dəqiqə, mən verəm. Hamam tualet option da qardaş. Yəni necə? Bax bu... Müasir də, müasir. Müasir. Bu gördüyünüz var. Binanın həyatında da opşudur. Bax, bu artizandır. Qara artizandır. Burada bir dənə putka tikdiyin, artizan oldu hamam. Traktorda yatdım, buranın qazdı, oldu ayaq yolu. Burada gelendin, burada yaxlandın, qalxdın evinə eşit. Və bir nüansı da qeyd edelim ki, binamızın xüsusi gözəlliklərindən biri odur ki, binamız dənizə baxır. Hə. Yəni, heç olmasa dənizə baxa biləcəyik. Yox qardaş, siz torpağa baxacaqsınız, bina dənizə baxacaq. Yəni necə baxsam, çox üzr istəyirəm. Binanın arxa hissəsi, yəni bu hissəsi dənizə baxır. Dəniz bu tərəfdir. Bu tərəfdə siz torpağa baxırsınız. Balkondan çıxırsan, ağzını günə verirsən. Bir dəqiqə, torpağı niyə? Mən bu qədər pul ödəyirəm ki, üzüm torpağa baxsın, pulumu qaytar. Yaxşı, Qaytar pulumu. Bir dəqiqə, buna bir dənizə tərəf fort çıxart.
Təmkinsiz, hövsələsiz adamsınız. Olmaz Bu da sənin fortuşkan qardaşım. Dənizə baxırsan. Amma fortuşkanı açıq qoyub da özünü sıqayəsinə salmağa da. Sonra gəlmək üstümə ki, mən pulum bir xəstələndim. Xeyirli olsun. Şadlıqda şey eləyəsin. Hə, lap yaxşı. Onda qardaş, baxın mən burada bu artırmaq olar bunu. Arzu, bir məhtər qalmışam. Sən demə doğrudan da dönərdə pul var imiş. Ay başa deyil, mən deyirəm günü-günə şəhərdə niyə dönərxanalar çoxalır? Nəyə görə deyirsən, hə? Az görmürsən? Tarixlə qismət səhər dönər satırlar. Gün ortaya ucu Navastroka tikirlər. Qurban olaram da Talih. Talih bizə fərasətlidir. Bir dəfə burciyeləri bunun əl qolunu arxadan bağladılar, atdılar dənizə. Səhər Talih bütün restoranlara ikra satır. Fərasətlidir. Ay Arzu, sən də arsa gəlməmsən içir. Yadındadır, vaxt var idi Talihlə qismət, kətdə qoyun otarırdılar. Allaha qurbanım, ay qız, kimin ağına gələrdi ki, vaxt gələcək, bunlar gəlib Navastroka tikəcəklər. Ceylan xanım, qiyamət günü yaxınlaşır. Niyə görə elə deyirsiniz? Çobanlar da Navastroka tikirlər. Elə niyə deyirsiniz? Talihlə qismətin tikdiyi bina 9 bal zəlzəliyə dözümlüdür. Sözcü deyirlər də 9 bal. Ona qalsa orta məktəbdə heç süpürgə üçün pul da yığmırlar. O gün mənim gəlir ki, hamımızın uşaqlar. Sonra yer yoxdur. Gör gül kimi proyektimizin nə günə qoydur. Hə, Mansarda yol qağasının nə adı var da, bunun ayə. Bunu görməmişə bax, 29-cu mərtəbədə qaz 24-ün saxlayıb. Nə olub, nə olub? Sən də klient nə deyir, razılaşırsan. Belə olmaz axı. Nədir? Pula görə hər şey olmur axı. Pula görə edirik də, nə bu işi? Nəyə görə tikirsən, hə, binanı? Da gedib ondan sonra dönər satardıq da, nə? Öpüşü sarın hazır, nə? Nə qədər pul var? 300-400 manatalı. Neçədən ev satılır? 425, 16 dənə. 16 dənə. Qoy cibinə pul, qoy cibinə. Salam Mələk qardaş. Əleykum salam. Bu mən sizə bir sual vermək istəyirəm. Buyurun, keçin əyləşin. Qəşəng qazan kotlet var, bir qismət bəlkə şey eləyir. Sağ ol qardaş, sağ ol. Sizin tikdirdiyiniz bina neçə mərtəbəlidir? 47. 47. Və nətər, siz mənə 54-cü mərtəbədən mənzil satmışsınız. Bunun axı nətər olacaq? Nətər olacaq qardaş, sən havada qalacaq. Havada qalacaqdan da yəni qardaş, dəxli yoxdur. 47 mərtəbə döyük. Bizsə 59-cu mərtəbədən bir dənə 2 otaqlı ev verə bilərəm. Başa düşmədim, bu 54 yoxdursa, bu 59 nətər olacaq? Riyaziyyatdan anlayış yox. Nətər olacaq? 2 dənə turbadır, qaldırdın, 3lük turbadır, üstündə 2 otaqlı ev çıxdın, qaldır. Navaqayələr iflas. Nətər, hə? Bax, sən bu tikdirdiyin bina hardadır, nə vəziyyətdə? Bozar nə bilməm? Bozar. Höysələnin. Tikiliş şeydir, vəziyyəti tikiliş şeydir. Və mən niyə görmürəm o tikilişi? Çünki iş o qədər sürətli gedir ki, qardaş, gözlə görmək mümkün deyil. Yaxşı. Bəs mən getmişəm o sizin o dediyiniz yerə. Heç orada qazıntı işləri də getmir. Qandan deyil. Yapın başla. Deməli qardaş, belədir də bəlkə. Saçlaş bilər. Bu bina çox müasir, yeni tipli bir binadır. Deməli, bu binanı zəlzəliyə davamlı deyən biz başqa yerdə tikirik və təkərlərin üstündə gətirib həmin yeri qoyacaq. Belə başa düşdüm ki, bu binanın təkərləri varsa, deməli bu binanın qarajı olmayacaq. Nə olmayacaq? Sən mən nə heyf edirsən? Qarajsız bina olur, qarajsız bina olur. Çobanıq biz. Biz bilmirik. Çıx, ana rədd ol buradan, çıx.
Pulu da özün getmə, dayın oğluna ver o getsin. Mənim dayım oğlu yoxdur. O sənin dayının problemidir. Pulu dedim dayın oğluna yolla. Nə var? Qarajsız, qaraj olmayacaq. Qarajsız Nəyə nə biz olur? burada qanmazıq, başımız sıxmır. Birdən ikidən biz təzə başlamışıq. Nə Nəyə? yerinə qoyur bu insan? Danışığına bax. Adam əsəbləşdirir. Nə yerinə qoyurlar hepsi? Qismət ala, Ha. bu binanın altına qaraj tikdə, çoban. Qarajsız bina olur. Bu nədir? Mən Nə yıxa bilim, gedir. maşın səninki var. Mən nə bilim qaraj lazım. Daha qardaş tez. Nümayişin sponsoru Min Bərəkət. İmkan. Adam nə istəyir eləyir. Talih deyir indi ikinci Novostroykanı tikməyə başlayacağım. Yaxşı, xeyirli olsun. Vəfa, qoy qabları, qoy yuma. Dur gedəyim verməyə. Az gedəyim özümüzə biraz qırqızı alaq, Sağ olarız, bərəkallah. Ay, bunu verməyə gedən qız. Talihdə icazə almısan? Ay qız, talih heç nə deməz, amma yenə də məsləhətləşin. Ya bax, ürəyə bax. Alo, elə mən də sənə zəng eləyirdim. Hə? İstəyirdim deyim ki, un verməyə qızıl at belinə. Hə, yaxşı, yaxşı. Nə deyir? Deyir ki, ged un verməyə qızıl at belinə. Qızıllarını sat, sementə pul çatmır. İş üçün lazım, tamam, iş üçün lazım. Sən də zəng elə də qismətə. Ay qız, zəng elə. İş görür, o da bina tikir. Bir-iki gəlmə xoş sözdür də. Qoy biraz əhval-ruhiyyəsi düzəlsin, həvəslə işləsin. Baş qarışıqdır. Alo, Qismət. Salam, necəsən? Alo. Ay Qismət, səsin qırıq-qırıq gəlir. Başqa yerə get də. Hə, necəsən? Sənin üçün darıxmışam. Deyirəm ki, sənin üçün darıxmışam. Alo. Bir düzəməli yerə çıxdı, ay Qismət. Hə. Deyirəm, balam, darıxmışam. Bir düzəlməli yerə çıxda Qismətdə. Zəhər deyirəm, kör deyirəm. Evə gələcəksən də sən Qismət. Evə gələrsən Qismət. Sən o işıqlı dünyavı qaranlığa çevirməsən. Məndən pis adam yoxdur Qismət. Sənin başını oynatacağım Qismət deyəm. Sən əsəbləşdir deyəmən. Ceylan xanım. Üzr istəyirəm, sizi işləm edirəm. Buyurun, buyurun. O Talihlə Qismətkin ofisində bir oğlan vardı. Adı neydi onun? Məhəbbət. O yaşayır. Hə. Niyə soruşursunuz? Elə. Heç. Onu görəndə cavanlığım yadıma düşür. Dünya! Dünya! Cavanlıqda Katya adlı bir qız sevirdim. Adı da Katya idi. Dalıcan məni çox süründürürdü. Katya! Esya! Nabırana gedirəm. İstəyirsən sən də qoşul mənə. Gedək biraz Naburanda dincəl, istirahətə, dəniz qırağında biraz havanı dəyiş. Esya, nə deyirsən? Oy, yox məhəbbət, yox. Amma sən getdin, getmədin, məhəbbət Naburana gedir, Naburana. Nə yaxşı məhəbbət? İşləməyə gedirəm. Afisant işləyəcəksən? Ay dünya. Amma məhəbbət Naburanda afisant işləyəndir. Tanımır məni. Hələ səni tanımır, ona görə. Hələ nə yerinə qoy bə? Dəniz qırağından balıq qulağı yıqacam, Esya. İndi tanıdın? Mənim bir iki tay dostum var, bu işi o tapıb mənə. Deyir 2 manata gir dəniz qırağına, şumlaya sahil sənindir. Allah yaxşı oğlanla canı sağ olun. Esya, çoxdan da sənə pul yığırdım, üzüyü almağa. Dönən də biraz borc alıb üstünə qoymuşam. Özümə bir corab almışam. Necə corab aldın? Belə turetski olmur, belə 70 qəpiyə. Belə altında da Pola dönəmlərin şəkli, ondan. Neysə. Məhəbbət, Cəbran. Məhəbbət heç kimin ayağına getmir. Lazım olanda məhəbbət belə deyir, hamı gəlir məhəbbətin yanına. Hamı məhəbbətin qabağında mil durur. Başa eşitdin, qaqaş? Eşidirəm, Evet. Qızla bu nə danışırsan?
Hala ayıb deyə yekə kişisən ay məhəbbətə. Bir ağzından çıxan sözə fikir ver. Ağzında bir pişir çıxardı onun. Bir mərifətin olsun, qanacağın olsun, qabiliyyətin olsun. Yavaş yavaş. Buna bax. Yenə geyib indi yaxalanmalıyam məhəbbət. Belə eləmə də. Sən olmursan. Belə eləmə də. Sən olmursan. Məhəbbət. Ay canım. Bura gəl. Hara? Suda idi. Məhəbbət. Həycan. Düz otur. Sən məndən nə vaxt əl çəkəcəksən? Heç vaxt deyilsin, heç vaxt. Məhəbbət, mənim 2 dənə, 3 dənə qəşəng padruqam var. Gəl mən səni onlarla tanış edeyim. Amma sən məndən əl çək. Davay baxım görüm telefonda var çəkim. Davay maraqlı söhbət. Xoşuma gəldi. Davay. Bax bu qızın adı Nazlıdır. Boşaqdı. Nazlı? Ah! Nazlı. Yox, bilmirəm. Davay. Bu qızın adı Türkandır. Ah! Türkan. Yox, Eysə, yox. Ah! Eysə. Ancaq sənin adını bilmirəm. Eysə, mən sənin əl çəkə bilmərəm, başa düşsən? Mən bilirəm. O Muraddır səndən mənim aramı vurub. Murad qoy gəlsin. Ayağımın altına qoyun, təpiləyəcəm onu. Düz sənin ayağın altında gör mən nə günə qoyacam dayan. Ağzının üstünə bir dənə qoyacam, gör nə günə qoyacam sənin düz qabağında. Eysə Murad gəldi, qadımı sürü söhbətirlər. Əməd, bura gəl. Mən sənə deməmişəm səni bir də bu ofisə görməyim. Nə gəlsən yenə? Murad, bilirsən, mən... Adam kim danış görmə deyilsən sən? Dünən mən mamamla liftə girdi, liftə qalıb çəkəcək işlədim, deyil. Niyə? Şıla keçmişdi? Yox, şıla keçməmişdi. Elə bir ki, kilədə qalırıq. Biz Xözeylə gəldi, ikində boy basınlarıq. Pulu verə bilmirik elə. Mən də gəldim, Esiyə dedim ki, Esiyə, bu gecə bəlkə gələk sizlə, mamamla sizdə qalaq. Yanım deyil. Hala bunu. Gedin arayıb tutarsın. Sağ ol Murad, sən mənim qardaşımsan. Murad, anam bilsən nə qədər sağ ol kişi. Çox sağ ol Murad, çox sağ ol. Amma mən bir dənə söz deyirəm, sən Esiyyədən bir dəfə niyə ayrılarsın? Mənə görmə. Nə danışsın? Nə demək istəyən sən? Sən mamanı çox istəyirsən? Sən mamanızdan Esiyyədən ayrılıq, xahiş edirəm səndən. Elə çıx qarə sən. An düşməni, qardaş. Demə çox istəyirəm. Sen ne dersen? Elbette bilmediğimiz işe başımızda olmalıyız. Bazarız bir şey. Yok, ümumiyyətlə bütün nüanslara ben diqqət ayırıram. Özdə bu bina yeganə binadır ki, yumurta ilə tikiləcək. Yumurtanın ağı sarısı nədir? Yəni fəhlələrə yumurtadan başqa heç nə vermirik. Soğutma yumurta. Düb dəyənə kimi yesinlər. Arada ayran da verirəm, içirlər yenəlirlər. Qəlbim. Qardaşın saat bir dənə ev verəcək o binadan, ağzı qaçıq qalacaq. Oldu qadaqam, oldu. Qismət. Padvalı sattım sahibə. O girsin o nəmişlikdə dil ağzı çöldə qalsın ölsünlər. Ay Talih, mən bayaqdan burada hesablayıram. Yaxşı, bu binanın işini qutarandan sonra bizə o pişi nə qədər qazanc qalacaq? Nə gülsən ha? Ne kadar kazanç kalacak lan be? O pişi binanı biçim qutarandan sonra, bütün evləri satıb qutarandan sonra 70.000 ziyanla çıxırıq. Kazanç nədir? Yox, şimdi Talih. Düz hesaplamamışıq da, işi düz qurmamışıq da. Ona göre deyirlər dana, çoban nədir, bina tikdi nədir? Başımı itirdim, tamamen olsa. Nə fikirləşsən Talih? Nə fikirləşsən, başımı itirdim. Kaş elə anam məni doğana kimi bir dənə qara daş doğaydı. Elə demək Talih, nə elə deyirsən? Qara daş olsaydı o binanın bünövrəsinə tullayardıq o daşı. Tikintiyə başlayardıq heç olmasa. Bəs sementin nə yiyəcəkdir?
Başa düşmədim. Mənim anam məni qaradaş doğa bilir. Sənin anan səni bir kisə simit doğa bilmir. Ne diyorsun ya? Bozarma! İnarsalarsa, qismətimi həmişə deyirdim ki, qismət bu talihdən bək-bək yapışır. Bu talihlə bir iş birliği qurur. Ama talih ayağı çox uzundu, bizə düşür Arzu, sınamışam. Qismət də şustur oğlan deyil. Az qurban olaram qismətimə. Özdə onlar bir-birlərini bacamaq kimi istəmirlər, qardaş kimi çox istəyirlər. Sən sarıların yumurtanı qardaş kimi yeməklərini görərdin. Talih ağını yedi, qismət sarısın. Bozarma! Səhərdən səndən qarnı bıçaq düşmənəm. Sən ki səhər gəlib mənim qabamla yumurtan sarsın götürüb yedin. Bax onda döymə. O yumurtanı mən almışdım ha. Hemen oğlanam ha, yumurtanı alan oğlanam ey mən. Bozarma, başa bir sən nə var? Bu binanın proyekti değil. Bina tek tikirəm. Sən şəhərlikdən çıxar. Məni nətər çıxarsan ha şəhər? Çıxartdım, dəqiqə çıxartdım, tək tikirəm. Başa düşsən ki, dönərin sən. Elə oldu lan baya. Belə oldu. Ne oldu? Belə oldu. Görək də maşinlikliyin sən hara kimi gedəcək. Yaxşı bala, qoyma qala, bina satırıq, bina. Ha, qaldı. Çıxır yerdə. Getdilər. Yapısta vurdu. Budur bax. Budur. Budur. Yalandan camaatdan pul yığır ki mən bina tikirəm, bir dənə daş da qoymuyubdur binalar. Hər kişi sənə bacanaq, mən sənlə danışırsan, başın gitti mi? Ha, mənim sənətdə bacanağım yoxdur, maşenlik bacanaq. Getdilərdən başın gitti. Hep bir yerdə çörəkəz bir yetərik burada yemişik. Sən sizin evdə bir dənə peklə də yoxdur iş. Kişi sən hə, görünə danışır, salam bilir sirəsin, ağarsın qadınım, nə var ne var. Kişi sən hə, məni görünə ağarsın. Maşenlik! Cemaat gedir əziyyətlə, çörək qazanır, balasının boğazından kəsir. Sən də onların aldadırsan, ev adı ilə pullarını mənimsiyirsən, hə? Bəli, rəis. Hə, girmə! Çıqmıram. Hə, çıx, hadi, Çıqmıram dedim sana. Hə, demirəm, çıx, işim gücüm var. Elə qorxarsan, bax. Yaxşı. Bir dəqiqə sən. Geçsin də! Bir dəqiqə, getmə. Gözə bir dənə fikrim var. Binanın proyektini bu çəkibdir. Düzdür atam. Mənim özdə rəsm, şəkil çəkmə qabiliyyətim var, qadan qalım. Binanın proyektini bu çəkib, bu bir. Onu mən biraz bəziyib düzüyü satmışam. Amma mən heç kimlə pul almamışam. Kim alıb? Kim alıb ha? Pulu mən alsaydım, kimin cibində olmalıydı pul? Sənin cibində. Pul bunun cibindədir. 4 manat, 25 manatdan 16 nəfərdən, hesabla. Hə, rəis. Pul dedi ki, sən saxla. Ona görə mən saxladım pulu. Fark maşenlikliyi kimi elifdir? Pul kimin cibində lan? Sənin sağ, mən şimdi getdim. Mən yoxum, mən yoxum. Bir başa çıxardım. Mən gedirəm dəniz qırağından balıq qulağı yığmağa. Kitay dostlarına. Sən oradan bildin. Günü kim ona da deyir, gəl eşeğe oralara. Məhəbbət dəniz qırağından balıq qulağı yığacaq. Bir tane de. Mənim bir kitab. Yağacaq. Qabiliyyətin olsun, yekə kişisən. Mən sən demişəm belə bu. Kızımın da aşığına fikir ver ha. Şəxsiyyətli bilir Talih. Ben tanımıram Talih'i. Kanmaz özün sen. Olar kızım. Gediver, git. Mənim anam məni qaradaş doğa bilir, sənin anan səni bir kisə simit doğa bilmir. Başa düşmədim. Mənim anam məni. Aynen. Mən kimə? Mən adi redaktorum. Mən sən... Kız sənin üzünə. Esyan şəkli səndə neyinir? Heç. Romantik ucun aparım. Başa düşmədim. Bu ne pamada da? Bir de pamada, bir de kısmı. Bir de başa salın.
almırsan, heç olmasa yalandan yaxşıdır. Yaxşı. Saxla maşını, mən düşürəm. Onun çoxdan ki arısıydı mənim üzümə tüpürsün. Estağfurullah. Ah, Katya. Məndən pis adam yoxdur, qismət! Təşəbbüsdür. Onlar bir-birlərini bacalar kimi qardaş çox istəyirlər. Çəkinmə. Yaxşı, gəlin.